Hamını xoş gördük, hamıya salamlar olsun. Səhər uşaqları məktəbə yola salandan sonra özümə kofe elədim. Neçə vaxtı içmirdim. Onsuz da mən bunu tez-tez içmirəm. Elə 2 aydan bir belə içərəm. Çünki məni narahat eləyir içəndən sonra. Ürəyim istəyir, içirəm, amma sonra çox narahat oluram. Ona görə elə hərdən içirəm. O da indi ürəyim istədi. Süd də var idi xaladenikdə. Ona görə elə dedim eləyim özümə bir dənə. Bilirəm bu kofe çox ziyanlıdır. Yəni çox içmək olmaz. Ona görə elə mən ancaq belə 2 aydan bir, ay yarımdan bir dəfə eləyib belə içərəm. Dedim bunu eləyim, içim ki, sonra başlayım artıq işlərimə. Sara da oyanmışdı, ona görə televizoru taxmışdım ona. Bir də bir şey deyim, o çiyənin südünü ki mən süzmüşdüm, keçən dəfə videoda baxanlar bilir. Çaşıb onu çıxartmışam dondurucudan. Ona görə belə qabın dibinə yapışdı, biraz yanan kimi oldu. Amma o süd də pis olmadı. Düzdür, adi südə kimi də dadlı olmadı, amma o süd də pis dadmadı, içmək olar. Ondan da eləyib içmək olar. Pis olmur. Provdu nədir? Paltaryanı mən ayda 2 dəfə belə qoyuram. İçinə soda tökürəm. Belə gözə yarı tökürəm ki, xörək qaşığı olmalıdır. Mən gözə yarı tökürəm. Soda, sirkə. Bunda azdır. Bu butulkada azdır, bu qutardı. Təzəsini açdım. Ondan da biraz tökək. Bir də paraşok. Bir də belə paraşok tökürük. Bunu mən həmişə xlopaka qoyuram. Çünki orada ən yüksək dərəcə oradadır, 95 dərəcə. Bu isti suda olmalıdır, yuyulmalıdır. İsti suda 2 dəfə suya çəkməyə qoyuram. Sıxmağı da qoyuram. Belə paltaryan ayda 2 dəfə belə eləyirəm ki, təmiz olsun. Qızlarım burada doğrama qayırırlar. Havalar isinlifdir deyə. Düzdür, təzədən yenə soyudu, amma artıq onlar doğramanı çox sevirlər. Ona görə başlayıblar, doğrama eləyirlər. Həmişə özləri eləyirlər. Ən çox da Mələkə eləyir. Xoşlayır deyə elə özü belə doğrayır çörəyi, xiyarı, soğanı, göyərtini, qatıq da vurur, yeyir. Həmişə artıq eləyir. Bilir ki, evdə sevirlər. Bir dənə mən yemirəm bunu evdə. Qalan hamı yeyir, hamı sevir bunu. Belə çörəyi biz ayrı doğrayıb qoyuruq ki, qatıqla qatmayaq. Çünki doğrama artıq qalandakı qalır. Sonra o çörək onun içində yaxşı olmur. Qıcqırır, xarab olur. Ona görə heç nəyə qatmırıq. Ancaq qatıqla suyu qatıq hazır qoyuruq. Hamısında xiyardır, soğandır, çörəkdir belə doğrayıb ayrı-ayrı qoyuruq. Kim istəsə qatığı qoyur. İçinə çörəyi, xiyarı, soğanı tökür, eləyir. Amma bu dəfə dedim elə xiyarı, hər şeyi töksün, ancaq çörəkdən başqa. Bir dənə çörək qalsın. Hamısını töksün, hazır qoysun ki, kim istəsə çörək töksün eləsin. Çünki çox eləmədik. Qatıq da elə çox deyildi. Dedim, qoy qatıqdan biraz saxlayaq, lazım olar. Ona görə çox eləmədik deyə qatmadıq. Xiyarı, soğanı qatdıq içinə, göyərtini. Bir dənə çörək qaldı. Onu da indi kim istəyər, eləyəndə qatıq yeyir. Güzel tatlı olacak bu, sen bilirsin. Bunlar olursa çok tatlı olacak. Mama, nerede takıyor? Başka yer işine çörek kışkırtacak. Hadi. Sağ ol. Gel. Ben de oram. Mama gözüm sanmıyor. Kat.
Altdan biraz da üstünə. Tökmüş. Nerede çek sağ beni. Bu videonu artıq mən şənbə günü çəkirəm. Saranı yatırdım günorta ki, bir-iki gedəsi yerimiz vardı, mağazinə getməli idik. Ona görə dedim, Saranı yatırım gedək ki, uşaqlarla mağazinə getmək heç cür alınmır. Ona görə yatırdım. Sonra dedim, elə uşaqlar da yoxkən maşını özüm sürüm gedim ki, tamam öyrənim. Çünki uşaqlarla olanda alınmır. Dalda Sara oturur, ağlayır. Yenə böyüklər otururlar sakit. Sara ağlayır, məni istəyir. Mən də onda artıq fikrim yayınır, yaxşı sürə bilmirəm. Ona görə uşaqlarla olmayanda daha rahat sürürəm deyə dedim, elə indi özüm sürüm, rahat gedim. Marketə gedək, mağazinə bir-iki şey lazımdır, oradan alaq. Artıq yoldaşım da yanımda oturmur, dalda oturur ki, mən sərbəst sürməyi öyrənim. Çünki yanımda olanda deyirəm ki, sən kömək elə də, dönüb eləyəndə, ya maşın gələndə qabağıma deyirəm, rolu tut, sən elə. Ona görə yanımda oturmadı ki, mən özüm sərbəst sürməyi öyrənim. Və gördüm ki, doğrudan da adamın yanında oturmayanda heç kim daha özünə belə əmin olursan ki, mən bunu eləməliyəm və eləyirsən. Və sonra gəldik mağazinə. Burada Göygöldə belə bir mağazin var. 1-2-3 manatlıq. Düzdür, başqa belə biraz bahalar da var idi, amma əsasən çox şeylər 1-2-3 manat idi. Mən əsasən bura çaşqaya görə gəlmişdim. Çaşqalarımız qırılmışdılar. Mən sevirəm evdə çox olsun çaşqa, amma çoxu qırılmışdı, 2-3 dənə qalmışdı. Ona görə dedim gələk, baxaq, seçək, bir neçə dənəsini götürək. Bunu da Saraya götürdüm, balacadır, xoşum gəldi. Belə də bunlardan götürdük evə. Dedim hələ ki bunu alaq, sonra gedib başqa yerdən yenə baxıb başqalarını alarıq. Eyni olmasın hamısı. Bu mağazində çox qəşəng şeylər var. Mən bura ikinci ya üçüncü dəfədir gəlirəm, dəqiq yadımda deyil. Amma çox qəşəng şeylər var. Yəni gəlib seçib almaq olar. Bu çörək qablarıdır. Düzdür, kaprondandır, balacadılar. Bu qablar, bunlar da mən elə bildim boş qablardır, amma belə bunlar da kaprondan idi. Şüşə deyildilər. Bunu da Saraya xoşum gəldi. Birini götürdüm ki, yemək verəndə neçə dəfə vermişəm boş qabda, qırıbdı. Ona görə deyirəm belə bir qabda verim ona ki, salanda da yerə qırılmasın. Qaşığı, vilkası da var, o xoşlayır qaşıqla, vilkana nəsə yeməyə. Ona görə dedim ona bir dənə götürüm bundan. Elə o mağazindən çıxdıq, sonra gəldik, onun yanında belə mağazin var. Göygöldə yaşayanlar bilər, buna 5+ deyirlər bu mağazinə. Gəldik ki, burada kosmetika olur. Tonalni kremə baxmaq istəyirdim. Tonalnim qurtarmışdı. Amma mən istədiyimdən, işlətdiyimdən tapa bilmədim. Ona görə başqasını, ona bənzərini aldım. İndi işlədim, görüm nətər olur. İnşallah ki, yaxşı olar. Burada da yoldaşım top aldı. Həmişə o alır, maşına qoyur. Deyir ki, çöldə görürəm ki, uşaqlar cırıq topla oynayırlar. Onda deyir, verirəm onlar ki, qoy bundan oynasınlar. Bu da futbol olan sevgisindən irəli gəlir. Yəni hələ indi azalıbdı biraz futbol olan sevgisi. Qabaqlar lap çox idi. Ona görə həmişə belə top alıb maşına qoyur ki, uşaqlar belə pis topla oynayanda, yolda görəndə onlara verir ki, qoy yaxşı topla oynasınlar.
mağazindən aldıqlarımı sizə göstərmək istəyirəm. Bu panelinidir, aldım. Mənimki bitmişdi, tapa bilmirdim. Bundan tapdım, aldım, görək nətər olur. Əsas biz çaşqaya görə getmişdik mağazinə. Çaşqalarımız çoxu qırılıb, axır vaxtı çox qırıldı. Belə qəşəng çaşqalar tapdıq. Çox qəşəngdilər. Bir dənə beləsini aldıq. Bunu Sara üçün aldım ki, bunda çay su içsin. 1 manat idi. Belə qab aldım Sara üçün. Bu da 1 manat idi. Mağazində hər şey 1, 2, 3 manat belə vilkanın qaşığı var. Burada qabıdır, kaprondur. Belə bir qaşıq vilka götürdük. Bunlar da 3 manat budur, 2 manat 50 qəpik budur. Bir dənə belə diş şotkası, bu da rojnu diş şotkasıdır. Yolda zətdə gedəndə harasa sumkaya qoymaq üçün. Bir dənə belə zajqalka. Taxta qaşıq, yaxşısını tapmadım, ona görə bir dənə götürdüm. Əslində çox istəyərəm alım bundan. Bizimkilər xarab olub artıq. Qızlara belə götürdüm, broşkalar. Əlcəklər götürdüm. Sonra belə bu pambıqda da yumru ondan aldıq. Diş şotkası. Bunu zdaçı qalmışdı, ona görə verdi. Belə istiot qabıdır bu. 3 manat 50 qəpikdir. Taxtamız xarab olmuşdu. Bir dənə belə yaxşısını tapa bilmədim deyə hələ ki bir dənə bunu aldım. Hələ ki işte də belə bir şey aldım. Bu kosmetika üçündür, şotkalardır. İçində çoxludur. İndi işlədim, görüm nətəridir. 2 manatı idi. Görək nətər olur. Tez xarab olmur ki. Bir də belə stakanlar aldıq su içməyə. Çox hamısı qırılmışdı. Var idi bizdə, hamısı qırılıbdı. Ona görə belə bir stakanlar aldıq su içməyə. Bu da 6 manatdır. Mağazini sizin üçün çəkmişəm. Göl-göldə yaşayanlar gedib oradan ala bilərlər. Belə yəni ki, ucuz şeylər var, qəşəng. Sara yuxudan oyanan kimi qızların qab nətər xoşuna gəlmişdisə, tez ona alma, kök doğrayıb verdilər ki, Sara yesin. Saranın da xoşuna gəldi, o vəbşə sevir vilkanın qaşıqla yemək yeməyi. Sadəcə o birisiləri verə bilmirəm ki, dəmirdilər olar. Ona görə elə yaxşı ki, bu kapronu tapdım. İzlədiyiniz üçün çox sağ olun. İnşallah görüşənədək.